79-cu sual. Hansı reaksiyada sp3 hibrid orbitallar sp hibrid orbitallarına çevirir? sp3 hibrid orbitalları adətən alkanlardan alkine çevriləndə bu formada olur. Deməli, reaksiyaları yazsıq. Məsələn, C2H4'ün üzərinə biz hidrogen gələndə hissərsimiz C2H6'dır. C2H6'da karbonlar sp3'dədir. C2H2'də isə sp2'dədir. sp2'dən sp3'ə keçid olur burada. B'də kalsium karbidin üzərinə su gələndə kalsium OH2 üzərinə gəlinir buradan da. Kalsium OH2 pürüsünə C2H2. Burada hissərsimiz karbonlar yine sp''dən sp''yə keçir burada. Dəyişikliklər baş verir. C'də C2H2'nin üzərinə H2O gələndə CH3 COH olur. Bizdən sp3, burada da sp''dən sp3 və yaxud da sp2'yə keçid olur. D'dən metana baxıram. 25 C2H2 pürüsünə H2'yə çevrilir. sp3'dən sp''yə keçid olur. Variant olur D. Y variantında isə C2H5 kullanılır. Pürüs H-klor. Burada da heç bir hibridləşmə halında dəyişiklik baş vermir. 80-ci sual. Hansı sp hibridlər sp3, yəni asetilendən tutaq ki, etana çevrilmə prosesi ola bilərdi. Burada B variantı daha şərtidir. Burada deməli A'da məsələn C4H10'dan C4H8 yazmaq olar və yaxud da bir hidrogen yazmaq. Burada sp3'dən sp2 və sp3'ə çevrilmə olur. B'də asetilendə karbonlar sp''dədir. Üzərinə hidrogen gələndə 2 mol gəlmişik CH3 CH3 etana çevrilmə olur. Və burada da karbonlar sp3 hibridləşməliyindədir halıdır. İstərsiniz ona görə də B variantı ödəyir bizə şərt. 81. 2 metil propan molekulunda 2 metil propanı çəkirik. Propanda deməli 3 tane karbon var. 1, 2, 3, 2 tane metil birləşir. Neçə rabitə? Deməli sp3'iz. sp3'iz yəni karbonla hidrogen rabitəsi soruşur. Bu tipli suallarda deməli hidrogenlərin sayını tapsın, cavabımız alınır. Yəni sp3 SO deməkdir ki, karbonlar ilə doğmuş karbonlar ilə karbon ilə hidrogen arasındakı rabitələrin sayı. Açıq şəkildə yazmaq olar. Sadəcə hidrogenlərin sayı 3, 4, 3, 6, 7, bu da 3, 10 edəcək. Yəni 10 dənə rabitə ödəyəcək. Sonra 81-ci sualda 2 metil propen molekulunda 2 metil propen 1, 2, 2 metil propen deyir bizə. İstər bir dənə 2 qat rabitəmiz var. Neçə rabitə sp2 və sp3? Birincisi sp2'də sp3, sp2, sp3. sp2'dən sp3 arasındakı olan rabitə 2 qat rabitədir və burada da sigma rabitə 2 qat rabitə var. Bunun biri pi'dir, biri də nədir? Sigma. Deməli bir dənə sigma rabitə olduğu üçün 82 olacaq, C variantı ödəyəcək. 83-də akrilik turşusunda neçə sigma, neçə pi rabitə var? Akrilik turşusu burada CH2, CH, COH. Akrilik turşusu budur. Neçə rabitə? Sigma və pi rabitəsi. Neçə pi, neçə sigma? Bunu açıq formada çəkək. COOH. Sigma rabitələri deməli. Tutaq ki, burada sigma rabitənin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə sigma var. Bir dənə də buradan rabitəsi var, pi rabitəsi. 8, 1. 8 daha doğrusu 2 pi rabitəsi. Bir də burada var. 2 dənə nə olacaq? Pi rabitəsi olacaq. 8, 2 olacaq. C variantı 83'də ödəyəcək biz.
83'te C variantı. 83 C. 84'te metakril yani metakrilde de CH2, CCH3, COH. Burada neçə pi ve neçə sigma rahatdır. Yine açık formada seçək. CH, C3'ten hidrojen, 3 hidrojen, COOH. Deməli, neçə dənə sigma? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11 dənə sigma var. 11 sigma. Ve 2 tane de biri burada, biri diğerisi 2 tane pi oldu. 11 sigma 2 variantı 84'te ödeyecek. 85'te divinil molekulun əmələ gəlməsinin isə hibridləşməmiş orbital iştirakı. Deməli, divinil gəlin formunu çəkəyim. CH2, CH2. Neçə hibridləşmiş? Hibridləşməmiş S orbitalları, hibridləşməmişlərin sayı. Evet, hibridləşməmişin sayı deməli nətər tapılır? Sayı bərabərdir. Hidrogenlərin sayı plus 2 vurulsun NP, 2 vuraq 2'ni vurduğuna pi rabitlərinin sayını. Deməli pi 2 vuraq pi NP, yəni pi rabitlərinin nəyinə saylanır. Burada hidrogenlərin sayı 2, 3, 6 tane hidrogen var. Pi rabitəsi 2 dənədir. Hər pi rabitənin yaranması 2 pi elektron iştirak etdiyi üçün 2'ye vurur. Buradan verir 10 dənə. Deməli neymiş? Gətirir çıxartır. 5 olur. E variantı ödəyir. 86. sualdan. Penten 1 molekulunda deməli penten 1, 2, 3, 4, 5 tane karbon var. CH2, CH, CH2, CH2, CH3. Penten 1'də deyir ki, neçə hibridləşməmiş orbital var. Sigma karbon hidrogen, yəni hidrogenlərin sayı. Plus nəyə? N hidrogen sayı, plus pi vurulsun 2 sayı. Elə deyil. Burada da penten 1'də 10 hidrogen var. Plus 2 vuraq 1 pi elektronlarının sayını içerisinde 12. Yəni hibridləşməmiş orada S elektronları ilə 2 qat pi rabitənin yaranmasında iştirak edən pi orbitalların nəydi? Sayını götürürük orada. Hibridləşməmiş, yəni karbon hidrogen və hibridləşmədə iştirak edəməyənlə məsələn pi elektronların kimisini götürür çıxır. Sonra 87'də CH4 və N2, CO2 və N2, CH4 pi rabitənin sayı bərabər. CH4'də 2 dənə, 1 dənə pi rabitə var. N2'də isə 3 dənə pi rabitə var. 2, 1 burada düz gəlmir. CO2'də 2 pi var. N2'də də 2 pi var. Düz gəlir bunlar, bərabərdir. 2 doğrudur. CH4'də bir dənə pi var. CH2'də 2 dənə var pi var. 2 və 1. Deməli burada yalnız 2 dənədir, bərabərdir. Yalnız 2. Elə də yalnız 2 pi variantı ödəyəcəkdir deyildi sualda. En sayıda karbon atomu alkil molekulunda rabitənin cəmi neçə orbital iştirak edir? Neçə orbital? Hibrid və qeyri-orbital. Bax, alkin deyir, rabitənin əmrə gəlməsi. Alkin CnH2-2'dir. Deməli, hibrid və qeyri-hibridlərin nəyin götürməliyik biz? Cəmin götürməliyik. Hibriddə deməli 4 çıxaq 2 saydadır. 4 çıxaq daha doğrusu 4 sayda hibrid var. Plus 2 çıxaq 2 sayda hidrogen var. Plus 2 dənə pi rabitəsi olduğu üçün pini də 2'ye vururam. Pi vuraq 2,
O da 2 dənə pi olur. 2-ni 2-yə vuranda 4 edir. Onda olacaq bizdə 6-ın çıxılsın. 2 sayda nə edir? 6-ın çıxılsın 2 sayda. Deməli, nə alınır buradan? Hibrid orbital. Deməli, elektron qruplarının sayı, orbitalların sayı iştirak edir. 6-ın çıxılsın 2 sayda. 8 ise ödəyər. Deməli, hibrid 3 qat rabitə olduğu üçün burada sp-dədir və digər karbonlar isə sp3 hibrid. Ümumi 4-in hamısı sp3'də olsa 4-in olur. 2 dənəsi sp-də olduğu üçün 2 azalır. Yəni 4-in çıxılsın 4 sayda nə olur burada? Hibridlərin sayı. Sonra 4-in çıxılsın 4-ün üzərinə gəlir hidrogenlərin sayı və hibridləşmədə iştirak edilən hər pi rabitənin yaranmasına da 2 dənə p elektron işləyir. Bura 2p. Bura deməli 2 nəyə p-yə. Belə deyim. Burada deyiləcək 6n çıxaq 6 plus 2 vuraq 2. Bu da verəcək 6n çıxılsın. 6n çıxılsın 2 sayda alınacaq. Olacaq 6n çıxaq 2. Alkanda CNH2 plus 2'dir. Karbonlar hamısı sp3'dədir. Hibrid 4-indir. 2 plus 2-də qeyri-hibrid. Toplamda nə verəcək? 6 plus 2 sayda nə edəcək? Alınacaq. C variantı 9-sa ödəyəcək. 90-cı sualda Sikloalkanların formulu CNH2-dir. sp3 hidrogenlərin sayını, yəni 2n bərabərdir 12-yə. N də nəyə bərabərdir 6-yə. Yəni 6 bucaqlıdır bu. CH2, 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 CH2. 6 bucaqlıdır. sp3, sp3. Burada karbonların hər biri sp3-dədir. 1, 2, 3, 4, 5, 6 dənə nə olacaq? sp3 olacaq. Olacaq nə? A variantı ödəyəcək burada 90-cı sualda. 91-də 91'də sp3 6 dənədir. sp3 yəni bu 6 bucaqlıdır. Alkanlarda, sikloalkanlarda karbonların sayı sp3 rabitələri nəyinə bərabərdir? Saynadır. Evet. Deməli bu 6 bucaqlıdır. Yəni C6H12'dir. sp3 isə karbon hidrogen rabitələri nəyinə bərabərdir? Sayına bərabərdir. Yəni 12 dənə nə olacaq? Karbon hidrogen rabitəsi olacaq. 91'də olacaq. A variantı ödəyəcək yəni. Bir yuxarı, bir aşağı. Belə bir formada yuxarı, aşağı. Deməli A variantı 91'də ödəyəcək bizim şərtimiz. 92'də divinil molekulü neçə orbital iştirak edir? Neçə hibrid soruşmur bizdən yenə divinildə. Deməli CH2, CH, CH, CH2. Deməli sp2-dədir karbonlar. sp2-də hərəsində 3 hibrid var. 4'ü vurdum 3'ə hibridlər. Plus hidrogenlərin sayı 6 dənə də hidrogen var. Plus 2 dənə də pi rabitəsi var. Hər iki pi rabitənin yaranmasında 2 dənə nəyə iştirak edib? P elektronları iştirak edir. Onda 12, 18, 22 dənə nə edəcək? Gətirib çıxacaq. Bizdən hibrid yox. Bütün ülkdə rabitənin sayılmasının üçün neçə orbital iştirak edir? İzoprenda budur. CH2, CH3, CH2. Elə deyir. Birdən hidrogen var. C5H8. Hər karbon, deməli karbonların 4'ü sp2-dədir. Biri dənə də sp3-dədir. Deməli 4 dənə 3'ə vururam. 12 dənə deməli karbon yuxarıdakıdır. Bir dənə də 4'dən sp3'də olan nədir? Aşağıdakıdır. Plus hidrogenlərin sayı 2, 3, 5, 8 dənə hidrogen var. Plus 2 dənə də pi rabitəsi var. 12 üstə 4, üstə 8, üstə 4. 28 dənə nə edəcək? Deməli alınacaq. 93 olacaq A variantı şərt edəcək. Strolda da CH2'dir. Elə deyim. Karbonların hamısı sp2'dədir. Töv hamısı sp2 birləşmə halındadır. Karbonlar.
SP2'də. Onun altını vuracağım. SP1, P2 3'e plus. Burada da deməli 1 pi yuxarıdadır. Bu hər SP2'dədirsə 6 dənə P elektron bulutları hər karbondan 6 dənə P elektron bulutları yandan örtülməsi hesabında bir dənə pi sistemi əmələ gətirirlər. 6 dənə. Onun benzol həlqəsində 6 dənə var. Və üzərinə gəlirəm, yuxarıda bir dənə pi olduğu üçün 2 vururam 1'e bu formada alınır. 18 + 8 26 dənə deməli eləyəcək strol molekulunda. Deməli 6 vuraq 3 18 dənə hibridləşməmişdir bizdən. Ümumi hibridləşməmişini soruşursa biz ümumisini tapdıq 26 dənə. Hibridləşməni soruşanda 8 vuracaq 1'e üstə gələcək. 6 dənəsi ümumi sistemdə P elektronu var, bir də 2 dənə də orada. 16 dənə eləyəcək alınacaq burada. 16. Benzol molekulunda isə SP2'dədir. Hibridləşməmiş 6 dənə hidrogen var və ümumi ortadakı dairə, yəni ümumi sistemin yaranmasında 6 P elektron iştirak edib 12 dənə eləyəcək alınacaq 95'də. Doksan sual. Hansı sırada verilmiş molekullar soldan sağa valet bucağı artır? Bizdə burada H2O, NH3 və CH4 birləşmələri verilir. Deməli, burada H2O'da elektron mənfilik, oksigen elektron mənfiliyi, deməli hidrogen, deməli elektron mənfiliyi daha çox olduğu üçün istərsiniz oksigen hidrogen bucağı, yəni daha kiçikdir. Bir də CH4. Hər 3 SP2 birləşmə halındadır. Suda deməli 105,7'də 107,3 ammoniakda 109,28 isə digərində olur. Yəni burada valet bucağı get-gedə artır. Səbəb olaraq da oksigen elektron mənfiliyi daha çox böyük olduğu üçün hidrogen daha çox özünə çəkir. Sonra azot gəlir elektron mənfiliyinə görə, sonra isə karbon. Ona görə də olur, valet bucağı soldan sağa artırsa, deməli A variantı ödəyəcək bizə 96-cı sualda. 97-ci sualda isə valet soldan sağa artır. Deməli, yenə də burada isə bizə karbohidrogenlər verir. Karbohidrogenlərdə deməli hibridləşməyə baxmalıyıq. C2H2-də sp hibridləşmədədir. Burada daha çoxdur bucaq, 180 dərəcədir. C2H4 sp2 hibridləşmədədir. Burada bucaq 120 dərəcədir. Digərində isə yəni alkanda isə C2H6-da isə 109 sp3 hibridləşmədədir. Bucaq 109-dan 128 dərəcədir. Burada isə deməli bizdən sonra soldan sağa artır. Əvvəlcə doymuş karbohidrogen C2H6, sonra C2H4 və sonra C2H2. Verəcək nə variantı? A variantı. Bizdə cavabımız olacaq A variantı. 98-ci sualda sigma rabitənin sayı 3n-6, 3n+1, 3n-1. Belə bir hal verir bizə. 3n-6 burada yəqin ki benzol sırası karbohidrogenlərinə aid olar. Burada sigma rabitə. Baxaq görək sigma rabitənin sayına. Deməli, benzolun formusu CnH2-6-dır. Burada sigma rabitələrinin sayını axtarırıqsa, deməli, karbon-karbon rabitələrinin sayı benzolda deməli n dənədir. Karbon hidrogenin isə nə qədər edəcək? Karbon hidrogeni isə deməli 2n-6. Toplayanda bizə nə qədər verəcək? 3n-6. Deməli, bu benzol sırası karbohidrogenə deməli aid 3n-6. Sonra alkanda CnH2+2-dir. N-1 dənə karbon-karbon rabitəsi var. 2n+2 dənə də digər var. Toplayanda yəni karbon 3n+1 edir. Bu alkan olur. 3n-1 dənə də bizdən nəyi soruşurlar? Sigma rabitələrinin sayını soruşurlar. Alkenə müraciət edir. CnH2-dir. N-1 dənə karbon-karbon rabitəsi var. 2n dənə də nə var?
karbon hidrojen rabitəsi. Toplayanda 3N çıxılsın 1 sayda edir. Onda burada belə variant olur. Deməli A variant benzolun homoloqları 3N çıxaq 6'dır. Sonra alkan, sonra alken. Onlar 98'e A variantı ödəyər bizə. 99-cu sualda 3N çıxaq 3, 3N sigma rabitəli 3N minus 1. Deməli, biz benzol homoloqunda tapdıq ki, 3N çıxaq 6'dır. Ona müraciət eləmək. Alkinə müraciət edək. Alkinlərin formusu CH2-2'dir. Sigma karbon rabitələrin sayı, karbonların sayından bir vade əskidir. Və 2N çıxılsın 2 sayda karbon hidrogen rabitəsi var. Və ona görə edir 3N çıxılsın 3 sayda edir. Həmçinin də bu CH2-2 formasını verən alkadiyen də ola bilər. Yəni bu alkində ola bilər. Yəni bu formunu verən alkadiyen də olur. Alkadiyen eyni formaya malikdir və eyni formula malikdir və hər ikisi verə bilər. 3N sayı baxaq. Alkanı bayaq tapdıq ki, 3N plus 1'dir. Siklo alkana baxaq. CH2 siklo alkan. Siklo alkan. Siklo alkanlarda sigma karbon rabitəsi karbonların sayına bərabərdir. Sigma karbon hidrogeni isə hidrogenlərin sayına bərabərdir. 2N. Toplayanda N-lə 2N toplayanda 3N edir. Deməli 3N sayda da burada nə var? Siklo alkanda deməli sigma rabitə var. 3N minus 1'də alken olacaq. Bayaqları əvvəlki sualda yazıq. N minus 1 dənə karbondur. 2N'ləri də toplayanda 3N çıxaq 1 sayda olacaq alken. Deməli olacaq siklo alkan və alken arıcıl gələcək. Y vəziyyətdə olacaq. Alkində və yaxud alkadiyində birinci ola bilər. Olacaq 99 dənə variantı, C variantı ödəyəcək biz. Sonra 100-cü suala baxaq. 12 hidrogen atomu olan alkadiyen 1,3 molekulunda karbon neçə karbonat sp3 birləşmə gedir. 12 hidrogen alkadiyenlərin formulu CN deməli H2N minus nəyə bərabərdir? 2'yə bərabərdir. 100-cü sual. CN H2N çıxaq 2'dir. 2N çıxaq 2'ni bərabərləşdirək biz 12'yə. N bizə versin 7. Formula olacaq C7 H12. Alkadiyen 1,3 deyir. 1, 2, 3, 4, 5, 6, 7. Belə deyim. 1,3 deyəndə burada H. Hidrogenlərdə yazaq. Neçə karbon sp3'dür. 2 qat rabitə olanlar bunlar sp2'dədir. Bu da sp2'dədir. 2 qat rabitənin yaxınlığında olan karbonlar ətrafında bir dənə karbon sp2'dədir. Digər üçü isə nədir? sp3'dədir. Bu da sp3'dədir. sp3'dədir. Digər üçü də nədir? sp3'dədir. Deməli nə olacaq? E variantı 3 dənə karbon sp3 birləşməsində alındadır. Sonra 101-ci suala baxaq. 8 hidrogen atomu olan alkin molekulunda neçə karbon atomu sp3'dir? Alkinlərin formulu CH2 çıxılsın nədir? 2'dir. 2N çıxılsın 2'ni nəyə bərabərləşdirirəm? 8'ə bərabərləşdir. N də nəyə bərabərdir? 5'ə. C5 nədir? H8. 1, 2, 3, 4, 5 dənə karbonu çəkdik. Hidrogen H2, H2, H3. Belə deyil. Neçə karbon? Bunlar ikisi sp''dədir. sp2, sp2 və sp3. sp3, sp3, sp3. 3 karbon isə sp3 birləşmə nəyindədir? Halındadır. Burada olacaq nə? 101'də D variantı ödəyəcək. 102'də 20 qram hidrogen atomu alken molekulunda. Alkenlərin formulu nədir? CN H2N'dir. 2N nəyə bərabərləşdirir? 20'yə. N də nəyə bərabərdir? 10. Nədir? Neçə karbon sp3'də? Deməli 2 karbon burada sp2'dədir. Digər qalan 8 karbon isə nədir? 8 karbon isə sp3 ilə sp3 birləşmə nəyindədir? Halındadır.
2, 4, 6, 8 dənə. Deməli, bunlar digər karbonlar isə sp3 ilə hibridləşmə halındadır. Cavab olacaq burada 8 D variantı ödəyəcək 102-də. 103-də molekulunda n sayda karbon atomunun alkenlərdə kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən hibridləşməmiş orbitalların sayını müəyyənləşdir. Hibridləşməmiş orbitalların sayı tapanda deməli hidrogenlərin sayı plus 2 vuraq pi rabitələrin sayını. Elədir. Yəni hibridləşməmiş burada hidrogenlərdir. Bir də burada 3 qat rabitənin yaranmasında hər pi rabitə 3 qat rabitənin yaranmasında p elektronlar iştirak edir. Bir qatda sp örtülüb, digər 2 pi rabitənin yaranmasında isə hibridləşmədə iştirak edən p elektronları yanından örtülüb. Hər pi'nin yaranmasında 2 dənə p elektronu olduğu üçün vururuq bunu nəyə? 2pi'yə. Vururam. Pi rabitənin sayı da nə? 2'yə vururam. Elə deyil, 2 vuraq 2. Deməli də bərabər eləyəcək. 2n plus 2 sayda nə eləyəcək? Anlayacaq. Olacaq 2n plus 2b variantı. 103'də. 104'də molekulunda n sayda karbon atomu olan alkenlərdə rabitənin əmələ gəlməsində iştirak edən hibridləşmə. Yenə də CnH2'ni yazıram. Hibridləşməmişdir. Qeyri-hibrid obyektdə 2n dənə hidrogen var və alkenlərdə bir dənə pi rabitəsi var. O pi rabitənin sayını nəyə vururam? 2'yə vururam. Bir dənə pi, o da eləyəcək 2n plus 2. Yəni hərəsindən bir dənə p elektron buludlarını inir, yanından ötürməsi hesabına yaranır. O zaman 2n plus 2 sayda neyəcək? Anlayacaq. 104'də D variantı. Sonra 105-ci sualda karbon atomları ise n olan doğmuş bir atomlu spirtlərdən neçə sigma rabitə var? Spirtlərin Cn formulunu yazaq. 2n plus 1 OH-dır. Deməli, burada alkanlara oxşar formadadır bu. Yəni n-1 dənə karbon-karbon rabitəsi var. Burada deməli sigma rabitənin karbon-karbon rabitələrinin sayı n-1. Karbon-oksigen bir dənə əlavə sigma karbon-oksigeni var. Bir də hidrogenlərin sayı, yəni karbonlara birləşib əlavə, bir də oksigenə birləşib. Bir də hidrogenlərin sayı da sigma karbon hidrogen 2n plus 1 dənədir. Bir də sigma karbon oksigen hidrogen isə nəsə 1 dənədir. Ümumi topladıqda burada deməli 3n plus deməli 1'lər burada gedir. 2 sayda nə edir? Sigma rabitələrinin sayı 3n plus 2 sayda. 105'də edir nə? D variantı ödəyir. Bizdən sonra 2 atomlu spirtdən soruşur. 2 atomlu spirtlərin formulu Cn H2n OH2 dəfə. Deməli, burada da n-1 dənə nə var? n-1 dənə sigma deməli karbon-karbon var. Karbon-karbon n-1. Əlavə bunu ümumiyyətcə yazmaq üçün, ümumi tapmaq üçün. Deməli, əlavə buradan hidrogenlərin sayını da yazaq burada. Yəni, hidrogenlər karbon hidrogeni yazmaq olar burada. 2n dənə. Elə deyil. Oksigen hidrogen var. 2 dənə. Karbon oksigen var. Sigma o da 2 dənə. Toplasıb ümumi 3n plus 3 sayda gətirib çıxacaq. Heç belə 3n plus 3 alınır və yaxud da onsuz da ki, bütün hidrogenlər sigma rabitənin yaranmasında iştirak edib. n-1 dənə karbon-karbon var. 2n plus 2 dənə hidrogen var. Bir dənə də əlavədə oksigen var. Bunu da bu formada yazıb 3n plus 3 şəklində neyləməklər yazmaq olar. Burada da əlavə formada n-1 dənə karbon, hər hidrogen deməli 2n plus 2 dənə hidrogen, 2 dənə də karbon oksigen rabitəsi toplayır. 3n plus 3 neyini bu formada da anlayabilir. 107-ci sualda vinin asetilen molekülü. Birinci vinin asetileni gəlin çəkəyik.
Görək formulu necədir? Vin asıtlığın C, 3 qat rabitə C, 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 2 dənə hidrogen, 2 hidrogen, 1 hidrogen, 1 hidrogen. Sp, Sp, Sp2, Sp2. Bir formada bunu seçdik. Rabitələrin hansı Allah doğrudur? Yəni birincisində hibridlə S arasında. Hibridlə S arasında, yəni Sp, Sp2 fərq eləmir. Rabitələrin sayı 1, yəni hidrogenlərin sayı 1, 2, 3, 4 dənə. Birincisinə 4 uyğundur. Hibridlə S. İkincisinə pi rabitələrin sayı 1, 2, 3 dənə pi rabitəsi var. Üçüncüsündə isə PP elektron qrupları. PP elektron qruplarının hesabında, yəni hibridin daha doğrusu, PP yox. Hibridin arasında da yəni tək qat rabit 1, tək qat karbon 2, 3 dənə də nə var? Bundan var. 4, 3, 3 olacaq 107 dənə A variantı ödəyəcək. 108-ci sualda xloropren molekulunda xloropren molekulunda rabitələrin sayı hansıdır? Birinci hibridlə P arasındadır. Sp2, Sp2, yəni hibridlərini yazalım. Sp2, Sp2. Hidrogenlər S-dədir, xlor bir dənə nədir? P-dədir. Bunlar hər biri S-dir. Hidrogenlər S-dədir, xlor bir dənə də P-dədir. Birinci Sp2 ilə P arasında, S hibrid ilə P arasında bir dənə bu rabitə var. Bir dənədir. Birincisinə 1 aiddir. Hibrid ilə hibrid arasında deməli neçə rabitə var? Elə deyil. Hibrid orbitalları arasındakı yəni Sp2, Sp2 arasında deməli 2, hibridin 2, 3, 5 dənə aiddir. Baxaq görək. Hibridlə hibrid arasında ikincisində. Xloropren molekulunun rabitələrin sayı haqqında hansı hibridlə hibrid? Deməli, Sp2, Sp2 arasında 2 rabitə, 3, 4 və 5 rabitə olmalı ikincisində. Evet. Üçüncüsündə isə deməli, nə verib bizə? Deməli, verilib bizə hibridlə S arasında. 1, 2, 3, 4, 5 dənə də digərinə aiddir. 1, 5, 5 olmalıdır. Belə bir variant bizdə nədir? Xloropren rabitələrinin sayı haqqında hansı ifadə doğrudur? Birinci bizə verib P ilə sigma ilə S1 rabitə buradadır. İkincisində hər ikisi hibridləşib və sigma rabitələrinin sayını soruşur. Burada 2 vermişik biz, 2 yox. 1, 2, 3 sayda olacaq. Üçüncüsündə isə bəyək sayılıq, yəni 5 dənədir. 1, 3, 5. Y variantı 108 isə ödəyəcək. Alfatik karbohidrogenin homoloji sırasının N3-dən böyük olarsa, onların molekulundakı hibrid orbitalların vəziyyəti haqqında hansı doğru ola bilər? Deməli, burada qrafik verilib bizə. Qrafikdə ikinci halda hidrogenin kütlə payı dəyişmir. Birinci halda get-gedə azalır. Üçüncü halda isə get-gedə artır. Endi 3-dən böyükdür. Deməli, bizdən formul verib Sp3, Sp2, Sp3, CnH2- alfatikdir. 2 pil alkandır. CnH2 var və CnH2 çıxılsın 2 var. Bizdə də benzol sırası verilmiş. Bizdə C'nin ikincisində, yəni buradan 1, 2, 3 verir. Birinci, ikinci, üçüncü verir. İkincisidə karbonun hidrogenin kütlə payı dəyişmədiyi üçün buna aiddir. Elə də yəni 2-ni bölürük biz buradan neçəyə? 14-ə bölürük. 7-də 1 edirik. Karbonun hidrogenin kütləsi, hidrogenin kütləsi 7-də 1 hissəsini təşkil edir. Faizə duranda 100%. Burada həm siklo alkan ola bilər, həm də alkan. Deməli, siklo alkanlı karbonlar Sp3-nə burada Sp2-yə aiddir. Alken ola bilər. Burada karbonlar Sp3, Sp2'dir. Deməli 2'ye aiddir 1, 2. Elə deyim. Sonra
Deməli, burada məsələn alkana fikir verək. Hidrogenin gediyi görə hansıdır? 2n plus 2 bölünsün 14n plus 2. N'ə 1 versəm, deməli, hidrogenin kütlə payı, yəni 4 bölünsün 16'dır birincisində. 2 verəndə isə 2'ni 2'yə vuraq 4, 6 bölünsün, deməli, 28, 30. Burada istər-istəməz hidrogenin kütləsi əvvəl 4'də 1 hissəsini təşkil edir. Sonra təşkil edib 5'də 1 hissəsini. Onda ged-gedənə baş verdi, azalma baş verdi. Onda birincisinə aiddir, CnH2 plus 2'yə aiddir. CnH2 plus 2'də karbonlar hansı birləşmədə aiddir? sp3'də aiddir. Sonra isə digərində isə, məsələn 3'də isə hər üçünə aiddir. Deməli, 3'də isə deməli, üçüncüdə isə deməli bu CnH2 çıxılsın 2'yə uyğundur. CnH2 2'yə uyğundur, deməli, alkadiyenlər və alkinlər. Alkadiyində həm sp3 birləşmə halında orbital ola bilər, həm sp2'də, həm də sp halında nə ola bilər? Alkadiyində karbon ola bilər. Yəni, tutaq ki, biz kumulu olmuş alkadiyində deməli, birinci sp2, sp və sp3 birləşmə halında olan nələr var? Karbonlar ola bilər. Ona görə də 109'a 1'ə də, 2'yə 1, 2, 3'ə də 1, 2, 3'ünə eləməklər yazmaq olar. 110-cu benzol molekulunda karbon atomları arasında hansı rabitələr mövcuddur? Benzol karbon atomları altında 6 dənə sigma rabitə mövcuddur və 6 elektronun ümumi bir dənə pi rabitəsi nədir? Mövcuddur. Benzol budur, karbon, hidrogen, karbon, hidrogen, karbon, hidrogen, karbon, hidrogen, karbon, hidrogen. 6 tane sigma var. 1, 2, 3, 4, 5, 6. 6 sigma var. Ve 6 elektronun ümumi bir tane var? Pistin var. 110'dan olacak B variantı ödeyecek. Sonra 111'de propin molekulunda neçə sigma, neçə deməli propin molekulunda neçə sigma, neçə dənə pira. Propini gəlin çəkək biz. CH C3 dənə hidrogen gətirək çıxaq. Neçə sigma var? O bir dənə bu. 1, 2, 3, 4, 5, 6. 6 dənə sigma var. 2 dənə də bir dənə var. Pi var. 6 sigma 2 pi. Burada 111'den olacak D variantı ödeyecek 111'de. 112'de izopren molekulunda izopren sp3 ve sp2 karbon atom CH2 CH 4 tane karbon sp2'dedir. sp2 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 bir tanesi de nedir? sp3'dedir. 4, 1. Elədir. D variantı 112'den eləyəcək, gətirib çıxacaq. Hansı halda metanda və karbon hibridləşməsi doğrudur? Metanda və almazda deməli sp3 idi. Karbon alotropik şəkil dəyişməsi idi. Qrafitdə sp2 idi. Metanda da sp3'dür. Doymuş karbondiyenlərə aid olduğu üçün hər bir ikisində də sp3 hibridləşməni əlində olacaq, halında olacaq. 113 olacaq E variantı. Etlendə etlen C2H4'dür. Asetlende C2H2'dir. Etlende karbonlar sp2'dedir. Asetlende ise karbonlar nedir? sp birləşməliyindedir. Deməli sp2 və sp. Deməli olacaq mı? B variantı 114'də ödəyəcək. %115. sualda sitrol molekulunda sp2 bir vəziyyətinin içi karbona sitrol veribdə C6H5 CH2. 6 karbon hər biri sp2'dədir. Elə deyil. 2 dənəsi də burada. Deməli, neçə dənə karbon sp2, 8 dənə karbon sp2'dədir. Tololda deməli 6 dənə karbon sp2'dədir. Burada 1, 2, 3, 4, 5, 6. Bir dənəsi isə sp3'dədir. Formada alınacaq. Sonra 117'də çıxlı alkan XY, X və Y-dəki
Sigma rabitənin nisbəti MY-də verib bizə 70. MY 70-dirsə, yəni 14 n-yə bərabərləşdirir biz 70-ə. N-yə bərabərdir 5-ə. Sikl alkanın forması SNH2-dir. Sigma rabitənin ümumi sayı isə 3-dir. 3-ü 5-ə vuranda neçə verəcək bizə? 15 dənə sigmadır. X-in Y olan nisbəti 3-ün 5-ə olan nisbətdir. Burada 15-dirsə, onda X neçə verəcək? 9 dənə. 9 dənə X var. Yəni X-də 9 dənə sigma rabitə var. Y-də neçə? 15-dir. Hər deməli sigma rabitənin sayı ümumi 3n-dirsə, yəni 3n-yə bərabərləşdirir 9-a. N-də nəyə bərabərdir? 3-ə. Yəni bu alkanın tərkibində 3 dənə var? Karbon var. Sikl alkan. Bunun formulu nə verəcək? C3 nə verəcək? H6 nə edəcək? Alınacaq. Olacaq 117 D variantı. 118-də deməli 5-in 8-dədir rabitənin nisbəti. MY-də alkan. Alkanların formu CnH2+2-dir. CnH2+2. 14n+2-ni bərabərləşdirsən nəyə? 72. N-də nəyə bərabərdir? 5-ə. C5H neçə verir? 12 verir. Sigma rabitənin sayı 3n-1-dir. Yəni 4 dənə karbon, 12 dənə, 16 dənə buradadır. Beşin 8-dədirsə sigma rabitənin sayı X-in Y-ə. Onda X-dəki rabitənin sayı 10 edəcək. Yəni tənasib kimi 8. Burada 8X 8-də bərabərdir. X 10 verəcək. 10 dənə deməli burada nə var? Sigma rabitə. Sigma rabitənin sayı alkanlarda 3n+1-dir. N-də nəyə bərabərdir? 3-ə. C3H8 verəcək. Bizdə formula olacaq. C3H8. 118 olacaq. B variantı ödəyəcək. %19'da sp3 sp3 yarınan rabitənin sayını tapalım. Alüminium karbiddir. Üzərinə gəlin H2. Alüminium 4 C3'ün üzərinə su gələndə biz zaman alüminium OH100 plus CH4. Sonra alüminium OH3 çıxır buradan. CH4 qalır. CH4'də 550 dərəcədə parçalanır. Və buradan alınır C2H4 plus hidrogen. Sonra C2H4'ün üzərinə gəlirəm. H2 nə verir? C2 nə? H6. sp3 sp3 CH3 CH3 sp3 bu da sp3'dür. Bir dənə sp3 sp3'ün bir dənə rabitə var. Olacaq C variantı 119'dur. Sonra 120'də amonyak NH3'dür. Etan C2H6'dır. Metan ise CH4'dür. Hidrogenin kütlesini yeni verir. 3, 6, 4'e əkab tapacaq. Neçə edir? 12. 12-dirsə, deməli biz 12-ni deməli 3-ə böləndə 4 molunda amonyak götürməliyik. 12-ni 2-yə böləndə 6-ya böləndə 2, 3 molda bundan götürməliyik. Hibrid orbitallar arasında məsəl, bunların hər üçü sp3-dədir. NH3-də 4 dənə hibrid orbital var. sp3-də 4, 4-ə vuran neçədir? 16 dənə. C2H6 hər bir karbon sp3-dədir. 4, 4, 8 dənə deməli hibrid orbital var. 2-ni 8-ə vuracaq neçə edəcək? 16 dənə edəcək. CH4-də isə sp3-dədir. Vuracaq neçə edəcək? 12 edəcək. Onda belə çıxır ki, N1 bərabərdir N2-yə. O da nədən böyükdür? N3-dən böyükdür. N1 o da neçə verəcək? 120'də D variantı edəcək. Alkin molekülü neçə ədəd qeyri-polymer kovalent rabitə var. Deməli, N karbon sp3 bölüblər. N karbon sp-yə 3 edib. Alkində 2 dənə sp halında olan nə var? Karbon var. Elədir. 2 dənədir. Ona görə də aşağıya 2 yazacaq. N sp3 dənə qədər edəcək. Deməli,
say. Deməli N də verəcək. N karbonların sayı sp3 aldı. 6 dənə verəcək. 3 2-yə vurduq 6. Deməli 6 dənə nə var? Karbon deməli 3 qatır 6 dənə əvvəl 6 dənə burada əlavə karbon var. 2 4 5 6 dənə nə var burada? Karbon var. Qeyri-polymer kovalent rabitələrin sayı deyir 3 4 5 6 7 8 9 necə gətirib çıxacaq. Orada 121 dənə B variantı. 122-ci hansı karbonat hibridləşmə vəziyyəti dəyişmir? Burada yəni var. Baxsı burada Vüs reaksiyasında çox güman ki dəyişməyəcək. Burada C2H6 alınacaq. Hüseynisin natrium xlor. A-da C2H4 alınır. Dəyişir. B-də C2H4 alınacaq. C-də alkaden alınacaq. Burada da dəyişəcək. CH2. Y-də də deməli yenə də alken alınacaq. CH2, CH2. Burada dəyişilməyən bir dənə D variantıdır. Alkandan halogenini törəmədən alkanların alınması Vüs reaksiyasıdır. Buna görə də olacaq burada nə variantı? D variantı. 129, 122-də D variantı. Yüz 23-cü sual. Hansı reaktiv hibridləşmə vəziyyəti dəyişir? A variantında CH3 xlorun üzərinə natrium gəlinir. Burada dəyişiklik baş vermir. Çünki sp3-dən sp3-ə keçir burada. Vüs reaksiyasıdır. C2H6 birüsünə natrium xlor. Burada da sp3 hibridləşmə, digər tərəfdə də sp3. B-də dəyişir. Metanı 1500 dərəcədə qızdıranda burada sp3 asetilənə çevrilir. C2H2 birüsünə H2. Burada sp3, burada dəyişiklik olur. C-də də CH2H-in üzərinə gəlinir. Burada da yəni sp3-dədir. Üzərinə H xlor gəlinir. Alınır buradan CH3 xlor birüsü. Burada karbon hibridləşmə halında yenə dəyişmir. Yenə sp3-dədir. D-də də CH3 COH-da üzərinə natrium gəlir. Burada da CH3 CO natrium plus H2. Burada da yəni sp3 ilə sp2-də idi karbonlar. Burada da yenə sp3 və sp2-dədir karbon. Burada da dəyişmir. Y-də də CH3 OH-in üzərinə də natrium gələndə də yenə eyni proses olur. Yəni sp3-dən sp3-ə keçir burada. CH3O natrium yenə də sp3-ə keçir. Burada da hibridləşmə vəziyyətini yenə dəyişir. 120 olacaq nə variantı? B variantı ödəyəcək. 124-də talol molekulunun sp2 hibrid orbitallarının sigma sp2 və sigma sp2 molekulu hansı halda doğrulur? Talolun formulunu çəkək. C6H5CH2 CH3 daha doğrusu C6H5CH3. Talolun formulu buradadır. 6 dənə karbon sp2 hibridləşmə halındadır. Və bu karbonların hər birinin hidrogen bitişidir bu formada. sp2, sigma sp2, sp2. 1, 2, 3, 4, 5, 6 dənədir. Və deməli 6 dənədir və deməli sp2 hibrid orbitalları deyirsə 6 karbon sp2-dədir. Biri də sp3-dədir. 6-nı 3-ə vuracaq 18. Birinci 18 alınır. İkinci sigma sp2 sp2 6 dənədir. Bayaq saydıq 1, 2, 3, 4, 5, 6 və sigma sp2 s isə 5 dənədir. Çünki radikalın birinə CH3 birləşib burada. Hidrogenlər s-dilər. Yuxarıdakı CH3-də isə sp3-dədir. 18, 6, 5. Burada variant olacaq. C variantı ödəyəcək. Benzol molekulunda sp2, yəni C6H6-da soruşur bizdən. Benzolda deməli
Deməli benzolda da benzolda başqa bir şey yoxdur. Burada heç nə yoxdur. Benzol C6H6'dır. Deməli benzol C6H6 bütün karbonlar sp2 birləşmə vəziyyətindədir. Yəni sp2 6-nı vuracaq neçəyə buradan 3-ə vuracaq 18 dənə sp2 alınacaq. Sigma sp2 sp2 dənə də 6 dənədir. 6 dənə də sigmadır. sp2 eşitsə nə qədərdir? Hidrogendən 6 dənə də nə var? sp2s var. Deməli olacaq 18 6 6 A variantını necə alınacaq. Sonra 126-cı sual. Karbon atomlarının sayı A, hibrid orbitallarının sayı N, N-4, N-2. Yəni karbonların sayı eynidir. Sadəcə olaraq deməli 4 hibrid orbitalları 4 və 2 vahid fərqlidir. Burada alken, alkan və alken verib. Alkan CN H+2 formasındadır. Buradakı hibrid orbitallarının sayı hər biri sp3-dədir. Ona görə də 4n saydadır. S ilə P-nin cəmi 3P, 1s4, 4 vururam yenə. Alkende CnH2-dir. 2 dənə karbon sp2-dədir. Qalanları isə sp3-dədir. 4n çıxaq 2 olacaq. 2 karbon sp2-də olduğu üçün hərəsi 1 vahid azaldığı üçün yəni sp3-dən 1 vahid 4n çıxıq 2 olacaq. CnH2-nin çıxıq 2 də deməli 2 vahiddə nədən 4n çıxıq 2 dənə əski olacaq. 2 karbon sp2-dədir. 4n çıxıq 4. Deməli belə çıxır ki N, N-4, N-2. Ən çox olan hansıdır burada? Alkan. Yəni 4n deməli aralarındakı fərqə baxırıq. Ən çox olan burada alkandır, sonra alkendir, sonra alkendir. Yəni alkandakı hibrid orbitalları alkenden 2 vahid, alkendəki hibrid orbital isə alkenden 2 vahid çoxdur. Bunda X olur alkan, alkin və alken. Alkan, alkin və alken. Olacaq C variantı 126 ödəyəcək. 127-də deməli hibrid orbitallarının sayı alkadiyen, alken və alkadiyende alkinlər kimidir. Yəni deməli alkanda CnH2 idi. Plus 2 idi daha doğrusu. Burada 4n sayda idi. Alkanda alkende CnH2 idi. 4n çıxıq 2 idi. Alkadiyen də alken kimi CnH2 çıxıq 2-yə malikdir. Orada 4n çıxılsın nəyə malikdir? 4-ə malikdir. Onda ən çox olan alkandır, yəni axırıncı alkandır. Alkan alkenden 2 vahid böyükdür. N, N-2-dən 2 vahid böyükdür. Digəri isə o alken isə alka deminin ondan 4 vahid böyükdür. 2 vahid böyükdür alka diyenden. Birinci gələcək alken və yaxud da alkin və yaxud da burada Y variantıdır. Axırda da alkan olacaq. Alken, alkadiyen və alkan. Olacaq 127 dənə Y variantı ödəyəcək. 128 alkin molekulunun qeyri-polyar rabitələrinin sayı, alkini su ilə reaksiyasından qeyri-polyar kovalent rabitələrinin sayı. Demək, alkin molekulunu tutaq ki, asetilen götürürük məsələn. Qeyri-polyar 3 dənə rabitə var. 3 rabitə. Su ilə reaksiyasını aparırıq bunu. Üzərinə gəlirik su. Alınır buradan CH3 COH asetilenə çevrilir. Burada deməli 3 idi qeyri-polyar kovalent rabitələrinin sayı. Oldu neçə dənə? 1. Neçə vahid azalma oldu? 2 vahid azalma oldu. Əvvəl A sayda isə A-dan 2 vahid çıxıram. Neçə verəcək? A çıxılsın 2 vahid eləyəcək. Azalma olacaq. Yəni A çıxılsın 2. Tutaq ki, hər hansı birinə də yoxlamaq olar bunu. Tutaq ki, məsələn, propen üçün də yoxlasaq bunu. Su ilə reaksiyasında bunun alınacağına aseton. CH3, COCH3. Burada 1, 3, 4 dənə idi rabitə. Oldu 1, 2, 2 dənə rabitə. Neçə vahid azalma oldu? 2 vahid azalma oldu. Olacaq A çıxılsın 2 alınacaq burada. Olacaq, yəni 128 olacaq D variantı alınacaq. Deməli, sonra 129-a alkin polyar rabitənin sayı A, su ilə reaksiyasından polyar kovalent rabitənin sayı. Yəni də asetilenə müraciət edək. Polyar 2 dənə rabitəsi var.
1-2 tane polymer rabite var. Üzerine su gerek biz bunun. Su gelende ise ne alınır buradan? CH3 COH. Deməli 3 tane arası burada karbon, hidrogen. 4, 5, 6 tane alınır burada polymer rabitenin sayı. Deməli burada əvvəl 2 tane idi. Oldu neçə dənə? 3 tane hidrogen, karbon, hidrogen. Dördüncüsü deməli aldehid qrupundakı karbondan 2 dənəsi isə karbon oksigen rabitəsindən. 2-dən 6-ya keçdi deməli buradakı 4 vahid nə vardı burada? Artma oldu. Ona görə A plus neçə olacaq? 4 olacaq. Neçə yalnız olacaq? Y variantı 129 ödəyəcək. 130-cu sual. Ammoniakın sintez reaksiyası. Ammoniakın sintez reaksiyası qırılan və əmələ gedən rabitə. Ammoniakın sintez reaksiyası azotdan ammoniakın alınmasıdır. Azot 3 yenəsin hidrogen alınır nə? NH3. Təmsəlləşdirsiz qədər olmaz. Burada əsas rabitələri soruşur. Deməli burada nə qırılır? Qırılan rabitələr. Deməli 2 dənə pi rabitəsi qırılır. Deməli pp elektron qruplarının yarından ötürülməsi hesabına rabitə. Bir dənə də aşağıdakı rabitə var azotdakı. Bu p elektron qruplarının baş tərəfdən ötürülməsi hesabına yaranan rabitədir. Hidrogen rabitəsi qırılır. Bu da SS elektron qruplarının bir-birinin örtülməsi hesabına yaranır. Deməli qırılanlar oldu. Deməli 2, deməli 4 və 5. 2, 4, 5 qırılandı burada. Elədir. Əmələ gələcəyinə hibridləşib, ammoniak hibridləşib sp3-də. sp3-s rabitəsi necək? Əmələ gələcək. Çünki hidrogenlər S-dilər. Bunlar da nədir? Ammoniak isə sp3. Yəni sp3 ilə hibrid elektron buluddan S elektron buluddan necək əmələ gələcək. Olacağına A variantı 130'u ödəyəcək. 130 ammoniakın parçalanma reaksiyası. Parçalanma reaksiyası isə istərseniz bunun əksi olacaq. Yəni ammoniakda burada sp3 hibrid halındadır. sp3 S rabitəsi var. Yəni hibridlə S rabitəsi var. Parçalanır burada azot və hidrogen. Azot arasında 2 pi rabitə var. Deməli pi elektron buludların yanından ötürülməsi hesabına rabitə var. Bir də aşağıda sigma rabitə var. P elektron buludlarının başdan ötürülməsi hesabına rabitə var. Hidrogen də var. SS-dən hidrogen rabitəsini əmələ gətirir. Deməli burada hibridlə 2 qırılandı. 1, 3 və 4 isə alınandı. Deməli 1, 3, 4 alınıb. Deməli 2 isə nədir? Qırılan rabitədir. Olacaq nə variantı? E variantı 131'də ödəyəcək. %32-ci sual. Alkan, alken və alkaden molekulun karbon atomları ise 3 molekulun mövzulan rabitələr X elədir. Alkanda C3 nədir? Deməli 3 tane karbon var alkanda. C3H deməli neçədir? 8'dir. Burada mövzu olan rabitə karbon rabitəsi var. Bir de karbon hidrogen rabitəsi var. Yəni hibridlə S rabitəsi var burada. Bu alkandır. C3H8'dir. Deməli burada nələr var? Deməli hibrid yəni karbon rabitəsi deməli 2'yə aiddir. Yəni 2 mövcuddur birincisində. Hibrid S 3 mövcuddur. Pi rabitəsi yoxdur və pp elektron buludu yoxdur. Deməli X-a aiddir nə? 2, 3. Alkende də C3 H6 verir bizə 2'nin yerinə qoyanda C3 H6 verir. Burada birdən 2 qat rabitə karbon hidrogen var. Və deməli sp2 S var burada. Deməli sp2 S rabitəsi var. Hibridlə deməli hibrid var. 2 pi rabitəsi əmələ gəldiyi üçün burada pp elektron buludun yanından ötürülməsi var. Və
hibriddən S var. Deməli 2, 3, 4 də nəyə aiddir? 2, 3, 2, 3, 4. Elədir. 2, 3, 4. Deməli 2, 3, 4. Sonra alkadiyen. Alkadiyende 3 tane karbon atom olanda ise C3H4 olur. Burada da CH2, CH2. Burada da deməli nə olur? Pi rabitəsi var. Deməli P elektron buludunun örtülməsi hesabına rabitə var. Deməli sonra nə var burada? Sonra burada hibrid elektron buludu arasında rabitə var. Pi elektron buludu arasında rabitə var. Ona görə də burada olacaq nə variantı? E variantı, yəni ödəyəcək. Yəni burada dördüncüdə pi var. Alkadiyende hibridlə S arasında karbon hidrogen rabitəsi var. Hibrid var. Yəni aşağıdakilerde hibrid. Ona görə də 132 olacaq. E variantı ödəyəcək. %33'te X temperatur katalizator parçasını Y'den de Z'de, X'den Z'de almaq üçün isə 4 mol deməli hidrogen çıxdı. Adətən 4 mol hidrogen almaq üçün alkandan deməli siklo aromatik birləşməyə keçdikdə alınır. X və Z və X, Y, Z hər birinin molekülü 7 karbon atomu varsa, həmin moleküldə sp2 yəni belə yanaşaqda X-dən Z-də keçmək üçün 4 mol hidrogen çıxır. Deməli X alkandır. Alkan. Alkandan deməli 4 mol hidrogen çıxanda Z isə nədir? Aromatik karbonhidrogendir. Yəni arendir. Y isə ya alkenli ya da ki olsun siklo birləşmə. Hər birinin molekülü deməli hər birinin siklo birləşmə də ola bilər. Siklo, alkan və alken də ola bilər. İndi baxaq görək şərtə. Hansından alınır? 7 dənə karbon varsa C7H neçədir? 16'dır. SpH S rabitələrin sayını soruşursa sigma SpH S. Deməli karbon hidrogen rabitəsini soruşurdu. Hidrogenlərin sayına bərabərdir SpH S rabitəsi. Ona görə də X olacaq 16 dənə bu rabitə. Y-də CnH2 formulunu verir. Yəni C7H14'dür. Burada da yəni karbon hidrogen rabitəsi 14 dənə. Deməli SpH var. Deməli Z'də isə deməli C6 arendir. Yəni C7H neçədir? 10 deməli C7H deməli 8'dir. Y'də bu sikloalkan olduğu üçün deməli ümumiyyətlə Y-də karbonlar sp3 zəddini. Yəni alken diyor, siklo. Z isə C7H8'dir. Benzol sırası karbonhidrogendir. Benzoldakı bütün karbonlar sp2'dədir. Burada bir dənə CH3 radikalı olanda, yəni sp3'dədir. CH3'dəki karbon sp3'dədir. Burada da rabitələrin sayı nəyə bərabərdir? SpH rabitələrin sayı 3'ə bərabərdir. Yəni bu birləşmədə 3 dənədir burada. Karbon sp3'dədir. CH3'ə 3 dənə hidrogen, 3 dənə də buna aiddir. Deməli X isə 16, Y-də 11, Z isə nədir? 3'ə aiddir. Alfatik karbon hidrogen atomlarının sayı, rabitənin əmrə gəlməsi iştir qeyri-hibrid rabitənin sayı. Pi rabitənin sayı. Hidrogenlərin sayı A-dır. Rabitənin əmrə gəlməsi iştirak edən qeyri-hibrid orbitəllərin sayı B, pi rabitənin sayıdır. Deməli, baxaq. Qeyri-hibrid orbitalların sayı, qeyri-hibrid orbitalların sayı bərabərdir. Sigma karbon hidrogen üstə gələk 2 vuraq N pi rabitələrinin sayı. Yəni pi rabitələrinin sayı, pi rabitədə yarananda 2 elektron, 2 p elektron iştirak edir. 2 var. 1 pi rabitənin yaranması 2 p elektron iştirak edir. Onda burada B bərabərdir. Karbon hidrogen rabitələrinin sayı A, yəni A üstə gəlsin. Deməli pi rabitələrinin sayı 2 S'yə. Buradan S'ni tapsıq, B çıxısını A bölünsünlə verəcək 2 verəcək. B çıxı A bölünsünlə verəcək 2. C variantı alınacaq. 34'də.
135'də hansı 2 pi rabitə var? Asetilində 2 dənədir. 2 pi rabitəsi var asetilində. Etilində 1 dənədir. Pi rabitə. Propində 3 dənədir. 2 dənə daha doğrusu pi. Propilində də 1 dənə var? Pi rabitəsi var. Deməli nə olacaq? 1-dən 3. Elə də asetilin və propilində nə olacaq? 1-3-ü necə ödəyəcək? 1 pi rabitə var. Asetilində deməli 2 dənədir. 2 pi rabitəsi var. Etilində 1 dənə pi rabitə var. Propində 3 dənə pi rabitə var. Propilində də 1 dənə var, pi rabitə var. Eləcək nə? 1-3. Deməli alınacaq 136. Deməli doğru olanları tapalım. 137. 1 doğrudur çünki SB3-dədir. 2 də doğrudur, SB3-dədir. NH3 də SB3-dür, səhvdir. CO2 də SB-dir. C2H4-də də SB2-dir. Onda da 137-də 1, 2 və 5. 1, 2, 5 neyinir? Şərt ödəyir. %38'de NH3'te hibrid orbitalların sayı, rabitənin hibrid yaranmasında iştirak edən orbitalların sayı. Hibrid orbitalların sayısı. Deməli NH3'te deməli A 4'e bərabərdir. Çünki A deməli azot sp3'dədir. Belə deyim. Həmçinin C də 4'e bərabər. Suda da oksigen sp3'dədir. NH3'də 3 dənə rabitə var. Və hər birindən sp3 rabitəsi iştirak edir. Yəni hibrid sp3'ün hər biri iştirak edir. sp3'də də 4 hibrid elektron 3'ü 4'e vururum 12 dənə edir. Suda isə 2 dənə oksigen hidrogen rabitəsi 2'ni də 4'e vururum. sp3'də də 8 edir. Onda AC-yə bərabərdir. Deməli B-dən nədən böyükdür? D-dən böyükdür. B böyükdür D-dən. AC-yə bərabərdir. B də D-dən nədir? Böyükdür. 1, 4 neyəcək? Ödəyəcək. Sonra 139'da hansı SPS hibrid orbitallar var? Proponda var, doğmuşda var. Eyni sayda SPS hibridləşmə var. Sualı düzgün oxuyur. Proponda C3H8'dir. Burada 3 karbonda sp3'dədir. Propende isə 1 karbon sp3'dədir. Propində də həmçinin 1 karbon nədədir? sp3'dədir. Digərləri isə sp-dədir. İzoprində isə 1 karbon sp3'dədir. Digərləri isə nədir? sp2'dədir. Burada da 1 karbonlu, burada da buradadır. Deməli burada verəcək propondan başqa deməli 2, 3 və 4 deməli neyinəcək? Sualın işarətini verəcək. 2, 3, 4. Eyni sayda hibrid orbitalları var. Eyni sayda. Propanda 3 dənə sp3'dür. 3'ü 4'e vuranda neçə verəcək? 12. Siklopropanda C3H6'dır. Hər biri sp3'dədir. 3'ü 4'e vuracaq neçə edəcək? 12. Propende CH3, CH2, sp2, sp2, sp3. 4, 3, 3. 10 dənə buradadır. Divinildə də hər biri karbon sp2'dədir. sp2, 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 sp2. 4'ü 3'e vuranda 12. 1, 2, 4. Neyinəcək yanına çıxır? 140'da 1, 2, 4 edəcək. 141'də əks etdirəngsə P demək, molekulda olan rabitələrin orbitalların P rabitəsi var. Hibrid dənəsi var. Bir də hibrid hibrid var. Hex doymuş karbohidrogenlərdə deməli P rabitəsi yoxdur. Ona görə 1'i çıxalım buradan. Butanı çıxalım. Xlor metanı çıxalım burada çünki P rabitəsi yoxdur xlor metanda da. Qaldı 2, 3 və 4-cü sual burada. Etində deməli
asetlendir. Deməli pi rabitəsi var. S hibridlə S var. Bir də aşağıdakı da deməli hibrid digəri var. Deməli 2 ödəyir. Bu tembrdə deməli pi rabitəsi var. 2 də ödəyir və sigma rabitə deməli ikinci şərtdə ödəyir. S hibridlə deməli S ödəyir. Bir də hibrid dörtgen, yəni rabitənin yarım tembr divinlə də həmçinin də deməli bu deyilənlərin hər biri nə edir? Var. Yəni burada da hibrid pi rabitəsi var. Deməli S hidrogenlə hibridim var, sp2s var və sp2 rabitələri var. Xlor metanda isə CH3 xlordur. Burada sp3 pi rabitəsi yoxdur burada. Yəni 3 dənə hidrogen, bir dənə də xlor. Burada pi rabitəsi yoxdur. Ona görə də cavab olur 2, 3 və 4-cü sual necə şərti ödəyəcək. Sonra 140'da asetilin molekulunun kimyəvi rabitə önəmli gəlməsi neçə hibrid orbitəl iştirak edir? Deməli baxaq, asetilin molekulu CH-CH-dir. Deməli Sp burada 3 rabitə önəmli gəlməsində iştirak edir. Bir aşağıdakı bu rabitə önəmli gəlməsində, digər karbon hidrogen, digər də karbon hidrogen. Deməli kimyəvi rabitənin əmrinə gələn neçə hibrid orbital iştirak edir? Deməli birincisində karbon hidrogende 2 dənə, karbon tək qat rabitədə 4 dənə, hərəsindən sp, bir də karbon hibriddə 2 dənə. Toplayanda 8 sayda nə edir? Alınır. Orta kiçiklər molekulunda karbon atomlarının cəmi neçə hibrid orbitali? Orta kiçik bir çəkək. Orta kiçik oldu. Meta orta para. Elədir. Orta kiçik oldu. Daha orta meta para daha doğrusu. Orta kiçik oldu ister-istemez. 1-2'ye bitişiydi burada. 1-2 vəziyyətindedir. Deməli, neçə hibrid orbital var? Belə bir sual verib bizdən. 6 karbon 6'sı sp2'dədir. Qaldı 2 dənəsi də sp3'dədir. Deməli 6'nı vuracaq biz 3'ə, 2'ni vuracaq neçəyə? 4'ə. 18 üstə 8 yəni də 26 alınacaq. Cavab olacaq 26. Sonra 144'də xloroprində deməli CH2, C xlor, CH2, sp3, 2, sp2, sp2. Cəmi neçə hibrid olur? Hər karbon sp2-dədir. Elədir. 4 3-ə vuranda neçə verəcək? 12 dənə alınacaq. 12. Bir dənə xlor isə P-dətdir. Burada 12 alınacaq. 145'e baxaq. Birləşmənin 1 molunu ümumi rabitə enerjisini tapın. Belə bir sual verib bizə. Bu sual tapmaq üçün birləşmənin formulunu çəkməliyik və açıq formulunu çəkməliyik və hər bir rabitə enerjisini ayrı-ayrı yəni yazmalıyıq. Rabitələri yazmalıyıq, ümumilikdə toplamalıyıq. C4H6 verib bizə. C4H6 verib. C4H6'nın formulunu çəkək biz. Birdən 3 qat rabitə yazaq. Karbon hidrogen, karbon, karbon və karbon 3 dənə var. Karbon. Belə formada çəkək. Birinci baxaq görək bizdə neçə dənə karbon hidrogen rabitəsi var. 1, 2, 3, 4, 5, 6 dənə karbon hidrogen var. Y bərabərdir 6 vuraq. Y karbon hidrogeni. Üstə gələk tək 3 qat rabitə, tək qat rabitə karbon. 1, 2 dənə karbon. 2 vuraq. Y tək qat rabitə karbon. Plus 3 qat rabitə karbonda 1 dənədir. Y 3 qat rabitə karbon. Bərabərdir. 6'nı vuracaq. Tək qat rabitə karbon hidrogen nə qədər? 100.
6 vuraq 100. Üstə gələk. Karbon tək qat 2 vuraq 85. Üstə gələk. 3 qatda da neçə var? 200 var. Bərabərdir. 600, 800, bu da 170. 970 neyəcək? Alınacaq kilo. Sol bölünsün nə olur? Mol. Yəni 1 molun üçün ümumi formada neyəcək? 970 çıxardacaq. Sonra digərinə baxaq. Alkenə baxaq. C4H8-ə baxaq. C2 qat H, karbon, hidrogen. Deməli, burada rabit enerjisində Y bərabərdir. Tək karbon tək qat artırıq. Karbon hidrogeni birinci baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8-dən. 8 vuraq karbon hidrogen. Karbon tək qat rabitə. 2 dənə karbon tək qat rabitə karbon var. Bir dənə də Y nə var? Karbon 2 qat rabitə karbon. Sonra aparıb yerinə qoyaq. 8 vuraq. Deməli, karbon hidrogen nə qədərdir? 100. Üstə 2 vuraq. Karbon 85. Üstə üçün 150. 800, bu da 970, bu da 150, 1120 neyəcək? Alınacaq. 140'da 1120 neyəcək. Sonra baxaq 147 asetlen verib bizə. Asetlendə də 3 qat rabitə var. Karbon hidrogen. Y bərabərdir. 2 vuraq karbon hidrogen. Plus Y 3 qat rabitənə karbon. Bu da bərabərdir. 2 vuraq karbon hidrogen nə qədərdir? 100, üstənin 200. Verəcək 400 neyəcək alınacaq? 147, 400. %148'i alkin CnH2-2'dir. Alkanda CnH2-2'dir. Nə söyləyəcəm? Karbon atomları ise eynidir. Hibrid orbitalların ümumi sayı. Alkində 4'in çıxaq, deməli 4 saydadır. Hibrid orbitalları. Alkanda isə 4'in saydadır. Karbon atomlarının sayı. Nisbətləri bizə nə veriblər buna? 0.5 veriblər. Onda n ilə bərabər olacaq 2. 2n 4n 2'dir. Yəni biri C2H2'dir. Biri C2H6'dır. Sigma alkin molekulunda sigma alkin C2H2 asetlen olduğu üçün sigma rabitələrin sayıdır. 1, 2, 3 dənə neyəcək yalnız? Səbəb olacaq bir dənə. 3 ödəyəcək. Daha doğrusu yuxarıda 148 dənə verəcək. 3 edəcək. Elə deyil. Bizdə də sonra 149'da da həmin sualdır. Sadəcə olaraq nə yazır? Alkan molekulundakı sigma rabitə. 6 dənə karbon hidrogen var alkanda. Bir dənə də karbon var. Toplayanda neçə edəcək? 7 dənə neyəcək? Alınacaq. Yəni C2H6'da karbon rabitəsi bir dənə sigma var. 6 dənə də karbon hidrogen var. Toplayanda 7 verəcək. 150 kimyəvi rabitənin yaranmasında iştirak edən S orbitalların sayı P rabitənin yaranmasında iştirak edən P orbitalların sayından 2 dəfə çox olan kumul olmuş alkaden molekulunda S5 birləşməsində neçə karbon atom var? Deməli biz alkadeni birinci kumul olmuş alkadeni çəkək. Və deyir ki S orbitallarının sayı P rabitənin yaranmasında iştirak edən. Deməli P rabitənin yaranmasında iştirak edən 4 dənə P elektronu var. Daha doğrusu hər karbon deməli 4 elektron edir. 4 dənə deməli 2 P rabitə olduğu üçün 4 dənə P elektron burada iştirak edir. S orbitalların sayı, yəni hidrogenlərin sayı P-dən neçə çox, 4'dən neçə çoxdur, 2 daha çoxdur. Yəni 4'ü 2'yə vuran neçə edir? 8. Alkadenin də forması CnH2-2'dir. Deməli hidrogenlərin sayı nəyə bərabərdir? 8'ə bərabərdir. N bizə verəcək 5. Yəni C5H8
Neçə karbon atomu sp3-dədir? CH2, C, CH, CH2, CH3. Neçəsi sp3-dədir? 2 dənəsi. Bu da sp3'dür, bu da sp3. 2 tane karbonat, diğeri sp2, sp2 ve ortada kalan kumulada olmuş ise sp2. Hibrit, sp3 hibritleşme altında neçə tane karbon var? 2 tane ne inecek? 150 də alınacaq. Kimyəvi rabitənin yaranmasında iştirak s orbitalların sayı pi rabitənin yaranmasında iştirak 2 daha çox olan alkadein molekulunda deməli 2 daha çox olan pi rabitənin iştirak pi orbitalların sayı 2 daha çox olan qoşulmuş alkadein. Qoşulmuşdur. Deməli bu izole olunmuş, izolayılmış değil, yəni bu belə bir formada. Yəni qonşu karbonlarda nə var? Deməli konig olunmuşdur da deməli burada 2 daha çoxdur. Deməli 2 pi rabitəsi olduğu üçün deməli hər pi rabitəsinin yaranmasında 2 pi elektronun 2-2'ye vuracaq. Ümumi 4 dənə pi elektronu iştirak edir. S orbitalları 4'ten 2 daha çoxdur. Yəni hidrogenlərin sayı s orbitallarda hidrogenlərdir. Hidrogenlərin sayı 8 dənədir onda. CnH2-2'dir formul. 2n çıxılsın 2'ni bərabərləşdirəcək biz 8'e. N də bizə bərabər verəcək neçə? 5. Onda burada CH2, CH, CH, CH2 bir dənə CH bir dənə də CH olacaq. Deməli onda 5 dənə karbon varsa bir dənə axırda bir karbonda nə var? sp3 var. Digərləri isə nədir? sp2 nədir? Hibritləşmə nəyindədir? Halındadır. Elədir, sp2 hibritləşməndə. Sonra 152'də sigma sp2 sayı 2 ve 7 olsun. Yağ turşusu, akrilik turşusu. Yəni karbon benzoil turşusu və metakrilik turşusu. Yağ turşusunda deməli formulunu seçdik. Yəni C3H7COH-dir. Burada ümumiyyətcə sp2 rabitəsi burada mövcud deyil. Yəni burada bir dənə sp2 hibritləşmə halında olan bir dənə deməli karbon, yəni karboksil qrup. Digərləri isə sp3 hibritləşmə halındadır. Onun yerdə A heç birinə aid deyil. Akrilik turşusu CH2, CH, COH. Akrildə 2 dənə olacaq. sp2, sp2. Deməli akril olacaq, deməli B-yə aid olacaq, 1-ə aid olacaq. Elə deyim. Metakril turşusu da CH2, CH3, COOH. Burada da istər-istəməz sp2, sp2, sp2. Burada da 2 dənəsində də deməli nə olacaq? Sigma rabitə. Burada da deməli 1, 2 sayda metakril də deməli buna aid olacaq. Bir dənə qaldı benzoil turşusu. Benzoil turşusunda da istər-istəməz bütün karbonlar nədir? sp2'dədir. 1, 2, 3, 4, 5, 6, 7 dənədən olacaq. Benzoil turşusuna aid olacaq. Onda 1'ə aid olacaq B-si, 2 aid olacaq D variantı alınacaq. Bu formada. Sonra 153'də bir molekulunda kimyəvi rabitənin yaranmasında iştirak edən hibrid orbitalların sayı 4 NH rabitənin deməli CH4'də bütün rabitənin yaranmasında sp3 hibrid orbitalı iştirak edir. Deməli buna görə biri A-nə əlavə eləmək olar. NH3'də isə 3 dənə rabitənin yaranmasında deməli nə iştirak edir? Bir elektron cütü boş qalır. Burada 3 rabitənin yaranmasında deməli iştirak edir. Beni də buraxdıq. CO2'də deməli sp haldadır. Hər rabitənin yaranmasında deməli iştirakçı bir molekulun kimyəvi rabitə iştirak hibrid orbitə hər 4 rabitənin yaranmasında da
deməli 4 yox, 2 rabitənin yaranmasında iştirak edir. Burada pi rabitələr isə p elektron buludlarının örtülməsi hesabına yaranır. Ona görə də 2 yatıq C-ni H2O-da da hər iki rabitənin yaranmasında hibrid elektron buludları iştirak edir. Ona görə də bu 2 dənə rabitənin yaranmasına iştirak edir. Bor fluor 3-sə də sp2 hibridləşmə halında olsa da 3 rabitənin yaranmasında deməli nə iştirak edir? Digər iştirak edir. Onda bizə aiddir. 1-ə aiddir. A, 2-yə aiddir. B, Y, 3-ə aiddir. C, Z'dir. CD neyinir? Andır. 153'də. Sonra 154'də polyarın artma sırasıyla çıxır. Burada elektromenfilik aralarında nə qədər çoxdursa, deməli, iki element arasında polyarlıq o qədər də daha böyükdür. Ona görə də burada ən böyük polyarlıq hidrogen fluoriddə olacaq. Elədir, H fluorda polyarlıq digərlərinin nəzərində olacaq, daha çox olacaq. Ona görə də burada ən böyük polyarlıq olacaq H fluorda. Deməli, fluor, xlor, brom, yod sırası ilə getdiyimiz üçün ən böyük olacaq fluor, xlor, brom, yod. Deməli, H yoddan çox olacaq H brom, o da çox olacaq H xlor, o da digərində isə H fluor. Ən böyük olan H fluor olacaq. H fluor 2-dədir, H xlor 1-dədir, H yod 3-dədir, 4-dədir. 3, 4, 1 və 2. Deməli olacaq bu formada bu variant alınacaq. 3, 4, 1, 2.